Kimsə valideyn olarkən sizə bunun asan olacağını söyləmədi. Amma bu qədər çətin olacağını da deyən olmadı. Uşaqlar qarşısında bəzən əsəblər tarıma çəkilir, səs yüksəlir və ya əksinə valideyn tamamilə uşaq qarşısında aciz qalır. Bəs həm sakit qalmaq, həm də valideyn nüfuzunu qorumaq üçün nə etməliyik? Uşağınızın davranışları qarşısında ilk reaksiyanız soyuqqanlılıq olmalıdır. Sakit və qərarlı. İşin sirri bundadır. Uşağın qarşılaşdığı çətinliklər sizi gözlədiyinizdən də artıq narahat edə bilər. Amma bu təlaşı ona hiss etdirməyin. Əsas məsələ sizin dayanıqlı qalmağınızdır. Ağlayaraq, hay-küy salaraq deyil, sakit danışarsa onu dinləyəcəyinizi söyləyin. Dinləyərkən göz təması qurun, eşitdiklərinizə empati ilə yanaşın. Axı, siz də o yaşda oldunuz. Bəzən bir məsələni uzlaşma ilə həll etmək üçün dəqiqələr yox, günlər tələb olunur. Hövsələsizlik etməyin. Əgər səylərinizə baxmayaraq problemlər hələ də davam edirsə, mütəxəssis dəstəyinə müraciət etməkdən çəkinməyin.